Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu günləri gül kələmini hamıya sevdirəcək, həm də çox bərəkətli, dadlı, tamlı bir yemək hazırlayacağım. Yeməyimizi hazırlamaq üçün mənə lazımdır gül kələmini əvvəlcədən sirkəli suya qoyacağım və 1 saat, yarım saat fərqi yoxdur, sirkədə qalsın. Bu bizə ona görə lazımdır ki, gül kələminin ara qatlarında olan bakteriyalar, mikroblar məhv olsun və gül kələmini çox böyük və yaxud da çox kiçik olmamaq şərti ilə doğrayıram. Sonra isə bunların hamısını sirkəli suyun içərisinə atıram. Yarım saat, 40 dəqiqə vaxtınız varsa lap 1 saatda qalsın. Mən gül kələmini buxarda bişirəcəm. Suyun içərisində qaynatmaq istəmirəm. Tərkibindəki faydalı vitaminlər məhv olmasın. Gül kələminin yanında biraz da ət qovurması hazırlayıram. Bunu siz hazırlamaya da bilərsiniz. Tək gül kələmini bişirib mayonez və yaxud da hansı bir sosla süfrəyə verə bilərsiniz. Dəyərli izləyicilər, videomuzu bəyənib sadəcə abunə olsanız, kanalımızın böyüməsində bizə bununla böyük bir yardım edərsiniz. Artıq 1 saata yaxın vaxt keçdi. Mən indi gül kələmini sirkəli sudan çıxardıram. Adi təmiz suyun içərisinə tökürəm və buradan isə qablara yığıb buxarda bişirəcəm. Hər kəsin evində bu qazan olmaya bilər. Bunu aş süzənlə də əvəz eləmək olar. Aş süzəni içərisində su olan bir qabın üzərinə qoyub buxarda gül kələmlərinizi bişirə bilərsiniz. Yarım kiloqrama qədər tikə ətim var idi ki, onu da bu ölçüdə doğrayıb soğanla yağda qovuracağım. 20 dəqiqə keçdi, artıq gül kələmlərimiz yumuşalıb. Mən bunların hamısını bir qaba yığıram ki, soyusun. Doğradığım 1 ədəd böyük ölçüdə soğanı biraz yağda qovuracağım. Soğan biraz qovrulandan sonra əti əlavə edirəm soğanın üzərinə. Bir qabda isə yumurtalı, südlü bir qarışım hazırlayıram. Bu bir növ bilinç xəmirinə oxşuyur. Sadəcə içərisində duru yağı yoxdur. Üzərinə duz əlavə edirəm və yaxşıca yumurtanı qarışdırandan sonra gözə yarı unu əlavə edirəm və qatılığını indi sizə göstərəcəm. Ətin yumuşaq bişməsi üçün biraz da üzərinə su, duz və istiotunu əlavə edib 15-20 dəqiqə isə bu formada bişirirəm. Gül kələmlərini isə hazırladığım qarışımın içərisində o yan bu yanına yaxşıca çevirirəm. Sonra isə bunları çıxardıb təmiz bir qabın içərisinə yığıram. Mənim qalın sacım var. Gül kələmlərini onun içərisində qızardacağım. Gül kələmini bu cürə qızardanda çox dadlı olur. Hətta bu nagisə də oxşuyur. Gül kələmlərimiz xına kimi qıpqırmızı qızardı. Bunu süfrəyə soyuq qəlyanaltı kimi də hazırlayıb qoymaq olur və yaxud da ki, məni kimi ət, toyuq əti bişirib
doyumluq axşam yeməyi kimi süfrənizə verə bilərsiniz. Xəmir sosumdan, qarışımından qalmışdı. Onu da yağda qızartdım, israf etmədim. Üzəri xırçıltılı, içərisi isə yumuşaq gül kələmlərimiz hazırdır. Videomuzu bəyənib, yaddaşa verməyi unutmayın. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Növbəti videolarımızda görüşənədək. Salamat qalın, Allaha əmanət olun.